gəncin Azərbaycanın qədim torpağı İrəvandan çəkmiş daha bir videosu Ermənistanda sürətlə paylaşılıb. Geniş rezonans doğurub. Bundan öncə də xəbər verdiyimiz kimi Türkiyəli bir gənc Azərbaycan ləhcəsi ilə İrəvanın mərkəzindən Türk dünyasına mesaj göndərmişdi. Turkistan AS qeyd edir ki, Türk gənc bu dəfə də şəhərin mərkəzindən canlı yayım açaraq əlavə edib. Azərbaycanın qədim torpağı İrəvandan bütün Türk dünyasını Novruz bayramı münasibəti ilə təbrik edirəm. Xüsusilə də yerazlara buradan salam deyirəm. Daha sonra gənc çıxışını məşhur anadır arzuları hər zaman Qarabağ mahnısını ifa etməklə davam etdirib və əl işarəsi ilə buzqur simvolunu göstərib. Bütün bunlar Ermənistanda isterik reaksiyalara səbəb olub. Bəzi erməni sosial media istifadəçiləri İrəvanda necə belə bir şey baş verə bilər sualını qaldırıblar. Sosial mediada yayılan məlumatlara görə Ermənistanın hüquq mühafizə orqanları bu gəncin kimliyini müəyyənləşdirmək üçün hərəkətə keçiblər. Bu hadisə Ermənistanda ciddi narahatlıq doğurmaqla yanaşı bir daha İrəvanın tarixi kimliyinin müzakirə edilməsinə səbəb olub. Azərbaycanlılar sosial şəbəkələrdə videonu geniş yayaraq gəncin cəsarətini alqışlayır. Erməni tərəf isə bu hadisəni təhlükəli tendensiyanın başlanğıcı kimi qiymətləndirir.